Tez-tez olmasa da bəzən azyaşlı qız uşaqlarının erkən nikaha cəlb edilməsi ilə bağlı xəbərlər yayılır. Xüsusilə belə faktlara daha çox bölgələrdə rast gəlinir. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü Günay Ağamalı bildirir ki, Azərbaycanda erkən yaşda evliliklərin qarşısının alınması üçün cəzaların sərtləşdirilməsi vacibdir. O həmçinin mövcud qanunvericiliyin yetərli olmadığını və daha ciddi tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb. Yaşı çatmamış, soruşmamış bu kimi addımların atılması, övladını erkən nikaha məcbur edən valideynlər təbii ki, bu və digər şəkildə öz cəzalarını almalıdırlar. Günay Ağamalı həmçinin qeyd edib ki, erkən evliliklərə qarşı mübarizədə maarifləndirmə tədbirləri də gücləndirilməlidir. O, qanunvericiliyin sərtləşdirilməsi, erkən nikaha vadar eləyən valideynlərə qarşı daha ağır cəzaların tətbiq edilməsi və nikahların qeyri-rəsmi şəkildə bağlanmasının qarşısını almaq üçün hüquqi nəzarətin artırılmasını da diqqətə çatdırıb. Məktəblərdə tək uşaqlarla deyil, həm də valideynlərlə bu iş aparılmalıdır. Bunu edən yalnız və yalnız mən elə hesab edirəm ki, maariflənməmiş insanlardır. Və yenə də deyirəm, burada məsələnin daha çox həll olunması istiqamətində məsuliyyət düşür təbii ki, valideynlərə və eyni zamanda bu məsələlərin, bu problemlərin qarşısının alınması üçün yalnız və yalnız qanundan deyil, həm də maarifləndirmə işini biz gücləndirməliyik. Millət vəkili Müşfiq Məmmədov isə qeyd edib ki, dünya təcrübəsində azyaşlı uşaqların erkən yaşda evliliyə cəlb olunması faktı aşkarlandıqda qanunvericiliklə daha sərt cəzalar nəzərdə tutulur. Skandinaviya ölkələrində ümumiyyətlə azyaşlının, uşaqların hüquqları bir qədər daha fərqli ampuladadır. Burada birbaşa valideynlik hüququna məhrum etmə məsələləri daha sərt şəkildə dövlət tərəfindən addımlar atılır. Qonşu Türkiyədə də bu istiqamətdə müvafiq addımlar atılır. Oradakı qanunvericiliyə nəzər yetirdikdə burada da valideyn hüququndan məhrum etmə və yaxud müxtəlif inzibati tədbirlərdən çox cinayət hüququndan daha çox istifadə hallarına da müşahidə edirik. Millət vəkili qeyd edib ki, mövcud problemlərin aradan qaldırılması istiqamətində cəzaların sərtləşdirilməsi ilə yanaşı, müxtəlif qurumlar birgə fəaliyyət dairəsini genişləndirməlidir. Nərimin Məmmədhəsənli, Yusif Kərimli, Davud İbrahimov, Xəzər xəbər.